Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə Bakı şəhərində Konstitusiya və Suverenlik ilə 18 iyun Azərbaycan Respublikası İnsan Hüquqları gününə həsr olunmuş qanunun aliliyinin gücləndirilməsi, ombudsmanların və Milli İnsan Hüquqları institutlarının rolu mövzusunda beynəlxalq simpozium başlayıb. Bugünkü beynəlxalq simpoziumumuz qanunun aliliyinin gücləndirilməsi mövzusuna həsr olunub. Simpoziumun yekunlarına aid bəyannamənin qəbul olunması nəzərdə tutulubdur. Tədbirdə 15-ə ölkədən ombudsman və Milli İnsan Hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində təcrübəli ekspertlər iştirak ediblər. Azerbaycan Ombudsmanlığı'nın yapmış olduğu bu faaliyet, bu etkinlik tam zamanlaması itibariyle hem de içeriği, muhtevası itibariyle oldukça anlamlı ve önemli bir etkinlik. Bütün bu ombudsmanların və insan hüquqları üzrə müvəkkillərin buraya toplaşması irəliyə doğru böyük bir addımdır. Təəssüf ki, hələ də problemin olduğu müasir dünyada bəşəriyyət bir çox problemlə qarşılaşır. 18 Haziran özellikle Uluslararası İnsan Hakları Günü olarak Azerbaycan'da bir farkındalık yaratmak amacıyla da kutlana gelen bir program dahilinde burada bulunuyoruz. Biz dost və müttəfiq kimi Qazaxıstan Respublikası olaraq sizin uğurlarınıza çox şadıq. Gürcüstan və Azərbaycan arasında münasibətlər getdikcə yaxşılaşır və bu konfrans da bunun sübutudur. Tədbirdə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın orada yaşadığını təsdiq edən sənədlər sərgilənib. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın Qərbi Azərbaycanda yaşadıklarını, orada doğulduqlarını, fəaliyyət göstərdiklərini, təhsil aldıqlarını sübut edən sənədlər nümayiş olunur. Həmin sənədlər müxtəlif dövrləri əhatə eləyir və ümumilikdə Qərbi Azərbaycanın bütövlükdə bir panoramasını yaradır. Simpoziumda ombudsmanların və Milli İnsan Hüquqları institutlarının konstitusion hüquqların təmin edilməsi sahəsində fəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi, müsbət təcrübələr və çətinliklər və qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr mövzularında panel sessiyaları təşkil olunub.